Uşaqlar, baxın görün bu nədir? Lövhə. Biz indi bu lövhədən istifadə edirik, hə? Bu lövhəni yazmaq üçün bizə nə lazımdır? Marker. Bəli, markerdən istifadə edib bu lövhəni yazırıq. Amma uşaqlar, əvvəllər lövhələr belə olmayıbdı. Əvvəllər lövhələr taxtadan hazırlanardı və kənarları çərçivəyə bənzəyirdi. Təbaşiri hazırlamaq üçün bizə pudra, su və yapışqan lazımdır. Biz əvvəlcə pudranın üzərinə bir balaca su əlavə edirik. Onu tam şəkildə qarışdırdıqdan sonra isə yapışqanı əlavə edirik. Daha sonra aldığımız məhsulu hazırladığımız qaba tökürük və təbaşiri əldə edirik. İndi isə gəlin hazırladığımız lövhənin üzərində əldə etdiyimiz təbaşiri yoxlayaq.